Birinci videoya baxış gəldi, dedim ikincisini də paylaşım. Bugün səyahətimizin ikinci günüdür. Bu videoda əvvəlki video kimi maraqsız, səsi keyfiyyətsiz yazıram, çox güman ki, axıra qədər baxmayacaqsınız. Oyandan sonra Rock Scissors Paper oynayırıq və mən uzduram, ona görə marketə mən gedirəm və həm səhər yeməyi üçün, həm də ümumiyyətlə bir şeylər alırıq ki, çox pul xərcləməyək. Protein qaynaqlı bir şeylər almağa çalışıram, amma nail ola bilmirəm. Burada həyatımın ən çətin qərarını vermişəm kimi pivə seçirəm, üzüm alıram, pesto alıram, evə qayıdıram. Gedirik agentlikləri gəzməyə, Romada ev tapmaq üçün səhv vaxtı seçmişik, çünki avqust ayında bir çox sahibkarlar mağazalarını bağlayıb gedirlər tətilə. 15 avqust ümumiyyətlə heç bir kəs işləmir, bütün əmlakçılar tətilə gedib. I think we are officially fucking. Bunu gələndən sonra öyrənməyimiz biraz pis oldu. Neysə, evə qayıdırıq. Biraz şüttü eləyirik, sonra axşam olur, sonra yeməyimizi yeyirik, sonra söhbət eləyirik. Məhəmməd burada sosial mesaj verir. Yoldaşlarınıza belə davranın. Belə yox. Video burada bitir. Bura qədər gəlmişsinizsə deməli videonu bəyənmişsiniz. Fiziki olaraq da bəyənməyi unutmayın. Mən getdim hələlik.